İdman zallarında qəfil ölüm halları niyə artıb? Əməkdar artist Cabir İmanovun ölümü bu sualı aktual edib. Tanınmış cərrah Rəşad Mahmudov deyib ki, idman zallarında qəfil ölüm hallarının artması əsasən gizli gedən ürək-damar xəstəlikləri ilə bağlıdır. Həkim qeyd edib ki, ağır fiziki yüklənmə zamanı bu gizli problemlər qəfil ölüm riskini artırır. İkinci səbəb enerji içkiləri və idman əlavələridir. Bu məhsulların tərkibində yüksək miqdarda kofein, taurin və stimulyator təsirli maddələr olur. Onların istifadəsi ürək döyüntülərini sürətləndirir, təzyiqi qaldırır və aritmiyaların yaranmasına zəmin yaradır. Ağır məşqlə birlikdə qəbul edildikdə isə qəfil infarkt və ürək dayanması riskini artırır. Üçüncüsü isə uzun müddət passiv həyat sürən, az hərəkət edən və ya zərərli vərdişləri olan şəxslərin birdən-birə intensiv idmana başlamasıdır. Cərrah bildirib ki, bir neçə vacib qaydaya əməl etmək lazımdır. İdmanla məşğul olmadan əvvəl ürək müayinəsindən keçmək, enerji içkiləri və mənşəyə məlum olmayan əlavələrdən uzaq durmaq və birdən-birə ağır məşqlərə başlamamaq.